akıp üzə töküldü, göz yaşım akıp üzə töküldü. Ey vay mənə vay, vəzirim öldü, artırdı bu qəm məlali qardaş. Ey vay mənə vay, vəzirim öldü, artırdı bu qəm məlali qardaş. Dur yatma oyan yaralı qardaş, dur yatma oyan yaralı qardaş. Ey Avli Ali Hilali qardaş, ey Avli Ali Hilali qardaş. Baş parçalanıb bədən yaralı, baş parçalanıb bədən yaralı. Kim görsə dözər bu pozuk hali, kim görsə dözər bu pozuk hali. Dur qoy dizim üstə gül cemali, qurban sənə ey bəlali qardaş. Dur qoy dizim üstə gül cemali, qurban sənə ey bəlali qardaş. Allah'ın izni ve hükmü köməkliyle bizimle inşallah Rahman. Erba'i ziyareti çerçevesinde Nehr-i Elgam'dayım. Nehr-i Elgam meşhurdur. Kameraya çekil, keser. Tasu'a Nehr-i Elgam'da baş veren hadiselerle meşhurdur. Bu gördüğünüz gibi məqamlar qabaqda görsənir. Suyun ortasında bir dənə sütun var. Sütuna diqqətlə baxsaz, bu suyun ortasında olan sütunlar xanımlar biraz sakit olun ki eşidəsiniz. Ödəyəsiniz bilmədi, eşitmədi ki kim hərəkətdə neynədi. İki dənə böyük bir şəxsiyyəti o məqama daxil olmasıyla əlaqəlidir. Tasua gecəsi İmam Hüseyin Aleyhisselam xeymələri dolanırdı. Geldi Xanım Rübab Selamullah Aleyhan'ın xeyməsinə, daxil oldu içəriyə. Oğlu Əliyəsqər Aleyhisselam'ı aldı qucağına, baxdı ki mübarək dırnaqlarının içi qarından dolub. Sual elədi, dedi xanım, bunun niyə dırnaqlarının içi qandır? Dedi ki, sütüm yoktu, bir neçə gün artıq süt dayandırıldığına göre. Bilirsiniz Kərbəlada ayın 7'sindən, Məhəmməd Harabi Kərbəsindən süt dayandırılır. Sütüm olmadığına göre uşaq sinəmi o kadar kırık ki, tırnaqlarının içərisində qan dolur. Ağa razı olmadı. Çıktı xeymədə, oğlu Əliyəsqər Aleyhisselam'ı çağırdı, dedi ki, oğul bir neçə bəni haşimdən götür, get, mümkünsə xeymələrə su gəlir. Əliyəsqər Aleyhisselam gecənin qaranlığında bir neçə bəni haşim canavarlarına gəldi, daxil oldu gördüyünüz bu məqamla, su götürdü. Sol dastamaz lazımdı. Hərəkət elədi, istədilər buradan hərəkət eləsinlər, xeymələrin tərəf artıq bunlar deməli, gecə qaranlığında düşmən tərəfi bildi ki, yani bunlardan çiftdir. Nəvadət ki verərsin? Şif Peyğəmbər Hüseyin ibn Aliyə. Belə deyəndə Ömer ibn Hattab heç bir nəfərin suyun Sağ ol. Gelin kesin görün mü ora? Gel gel kameraya çekil gel. Hayır hayır hayır. O telefon taraflardaki koyacaklar ilk defa tekrar verelim.
Kardeş gel. Xeymələrə tərəf çəkiləndə artıq xəbər xeymələrə yayıldı. Deməli, xanım ki, Əli Əşbər anası, xanım Leyla salamullah əleyhə, xanım Səkinəni də götürdü, gəldi Əbəlfəz əleyhissalamın məqamına, Əbəlfəz əleyhissalamın məqamında xanım Səkinə salamullah əleyhanı xeymiyə göndərdi, xanım Səkinə salamullah əleyhə xeymiyə daxil oldu, yaylığını attı Əbəlfəz əleyhissalamın qabağına, buyurdu ki, Əmican, anam deyir ki, səndən başqa bizlərə kimsə yardım göstərə bilməz. Əbəlfəz əleyhissalam buyurdu ki, balan, bu nə məsələdir? Dedi ki, qardaşım Əli Əşbər Fərata su dalınca gedib. Bu gördüyünüz çay Fərat çayının qoludur. Bu Nəhr-i Əlqəm bir adı da Hüseyniyədir bu çayın. Həm bunu Nəhr-i Əlqəmə adlandırırlar. Həm də bir adı da Hüseyniyədir. Əbəlfəz əleyhissalam tez döyüş paltarları geyindi, atına yəni səvar oldu, gəldi Əli Əşbər əleyhissalamın qabağına. Əli Əşbər əleyhissalamın qabağına gələndə artıq ki bunlar döyüşürdülər. Əli Əşbər əleyhissalam hiss elədi ki arxadan yəni kimsə gəlir. Dedi ki əgər kimsə gəlsə mənim tərəfimə səsləndi ki ağa gəlmə. Bir də dedi gəlmə, ikisi də, üçüncü də dedi gəlmə. Əbəlfəz əleyhissalam buyurdu ki oğul qorxma mənəm. Bastı çiynine basanda Əli Əşbər əleyhissalam buyurdu ki əmizəm asta bas ki yaralarım var. Yaralarım var. Belə oğlum mən ölmüşəm ki sen benden bensiz gelmişsen su dalınca. Bu məqam ki ahirət zaman məqamı ki buradadır görürsünüz ahirət zaman məqamı. Ahirət zaman məqamı ilk əvvəl Əli Əşbər əleyhissalamın qanun keçirməsi ilə əlaqəlidir ki hava sahibə zaman əleyhissalam burada deməli qalı tutulur. İkinci buranın əlaqəsi Əbəlfəz əleyhissalamın Aşura günü İmam Hüseyn əleyhissalam ki qeymələrdə baxdı ki artıq mümkün deyil tutulduğu dərəcədən çox yüksək dərəcədə həddini aşıb Əbəlfəz əleyhissalama buyurdu ki o qardaş get qeymələrə su gətir. Əbəlfəz əleyhissalam qeymələrə su gətirmək üçün bu məqama daxil oldu. Burada suyu doldurdu, uğduna ama içmedi. Dedi haram ola bu dodaklara ki bu suyu o ise ki kardeşim ve balaları kıymada susuz olar. Atı İkramdır Əbəlfəz əleyhissalamın. Ata buyurdu ki heyvan sen su iç. Dedi at gördü ki suyu dodaklarına yakınlaştırdı. Dedi heyvan sen niye su içmiyorsun? Dedi alim yazır ki at fəsəh diliylə. Dedi ben necə su içmişsin dodakları suzdan kuruyup. Əbəlfəz əleyhissalam məşqi buradan doldurdu. Kalktı. Yani buradan çıkanda artık arasında dövüş başlandı ta Əbəlfəz əleyhissalamın şəhid olan məqamına qədər Əbəlfəz əleyhissalam buradan məşqi özü ilə hər apardı xeymələrə tərəf. Allah andı verirəm, bu məqamın haqqına, hörmətinə xatir, bu məqamda kökündən qanların haqqına, hörmətinə xatir Allah Teala bizim de ziyarətimizi bu məqamda olan dualarımızı qəbul eləsin. Allah Teala bu ocağın, bu məqamın sahiblərinə xatir dünya ahirət peşmançılığı verməsin inşallah. Allah Teala nə arzu, nə murad, nə hacatımız var qəbul eləsin. Bizləri bu məqamlardan əli boş yeri qaytarmasın inşallah. İndi burada namaz yoxdur, hərəkət eləyəcək, adamlar dolmamış. İmam-ı Cəfəri Sadiq Aleyhisselamın bağına orada inşallah namazımızı qılıb məlumatımızı orada verəcək. Peyğəmbər və əhl-i beyti paş ruhuşa salavat-ı ihsanı.
Bunlar hardan tapıldılar geldiler akıya. Yıkılıp Abbasim, Abbasim, Nahri Farot Üsta, belim sündü Zeynep, alemdar öldü. Boyanıp bir kane, vefali sarma. Boyanıp bir kane, vefali sardarım. Rivayet Kur'an'a havadar öldü. Ezine Hacer, hayali kızların, denen deldim aşkı, sun aşkındandı. Suya hatır çekti, içi gol bir gözler, beni gördüler şer, falaşkındandı. Yıkılıp Abbasim, Nahri Farot Üsta, benim sündü Zeynep, alemdar öldü. Boyanıp bir kane, vefalı serdarım, livai Kur'an'a Elə ki, Aliyaşlar getsin su gətirməyə. Gəldi həmən bu yerdən suyun doldurub çıxanda Ömər Sad malum boşunu göydü Aliyaşların üstünə. Qılınç səsi, at çişləməsi Heymədə kimin qulağına çatdı? Hanım Leyla qulağına çatdı. Dedi Allah, birdən bu hadisə oğlum Aliyaşbarın başında olar. Vurdu gəldi Aliyaşbarın xeyməsinə, gördü Aliyaşbar xeymədə yoxdur. Dedi Allah, görəsən, avam üçün icazə verər, gedəm Şimrə yalvarar. Aliyaşbarımı azad eləyər. İmam Hüseyin Aleyhisselam'ın balaca kızı Hüceyya çaldı tuttu hanım Leyla'nın ağzından. Dedi hanım, şimdi nakşidi ki sen gelesen Şimr'e yol varasan. Kesene yaparım bir sardar kapsına, bir ağa kapsına. O kapıya giden ne ümit sayacak. Şimdi kapsın ola, ama fazla yapmazsa. Hanım Leyla geldi dayandı Abalfaz'ın kapısında. Saçına dahil oldu içeriye. Gördü Abalfaz kılınca sigar verir. Ey kılınç şaban ne kadar boşça satsa. Bir de kaydımızın yollarına bakın. Ey koylar gece kalan olasın. Gördü ki güzel yağlı. Ey güzel yağlı aldı kucağına bastı bağrına. Halamın Abalfaz ol büyükten ağlıyorsan Mügeyye. Dedi ami, işte bir kola mağazandı kanım çadaktasın düştü. Abalfaz ayak koydu çöle tanımın ki dadasının yağlıydı. Gördü bir kola mağazandı kanım düştü Abalfaz ayağına. Ele kısasını çıkarttı. 18 yıldır bu konuya gelip yaptı. Babam var. Karınla çalma kalmamışlar. Aliyaşbar gelip meydana. Aliyaşbar'ımı senden istiyorum. Değil Abalfaz savar olarak ha. Allah yüz koyar meydana. Bu yandan da Aliyaşbar gelir. Burasını deyip tutarım. Bu yandan da Aliyaşbar gelir. Aliyaşbar gördü ki kenardan bir attı gelir. Dedi ey sabahda kimsen yaralıyor bana taraf geldi. Bana taraf gelme ey sabahda. Gördü sabahda yakınlaşır. Dedi ey sabahda yaralıyor gel de. Gördü
savara yoxunlaşır. Dedi heç də məni yalqız bilmə, heymələrdə əmim əvəl pəz var. Əgər əmim əvəl pəzi çağırsam imdadıma gələr, yüzün söndərdi heymələrə, əmi əvəl pəz. Bağrına bastı. Dedi abi beni yavaş bas bağrıma. Dedi bana niye? Dedi yalan yok. Eğer imkan var beni anama yetiştiler. Ela lanetullahi alal qovməz zalimin. Allah zalimə lənət edər. Salavat zikir eləyək. Allah bizləri bir-birimizdən ayırmasın. Vatanımızı həmişə əmin amanlıq eləsin. Sizin balalarınızı gözlərimizə silsilah eləsin. Ölenlərimize rəhmət eləsin. Qalanlarımıza toy, dövlət kəramət eləsin. Sizə bir dənə dua eləyəcəm. Allah sizlərə cavan dağı göstərməsin. Allah cavanları bizə qıymasın. Ya Allah. Salavat biz sizinle inşallah rahman Erbain ziyareti çerçevesinde İmam-ı Cafer-i Sadık Aleyhisselam'ın bağındayız. Yani kurma bağına meşhur olan bağındayız. Mekamı Cafer-i Sadık'tayız. İmam-ı Cafer-i Sadık Aleyhisselam bizim halkımızı imamımızı bilirsiniz. Medine'de yaşamağına bakmayarak ağanın burada torpağı olup yani burada torpağında kurmalığı olup kurma açıp ağa İmam-ı Cafer-i Sadık Aleyhisselam'ın burada torpak alıp yani Nehr-i Alkam'ın kenarında torpak olmasının sebeplerinden biri nedir? Sebeplerinden biri budur ki İmam-ı Cafer-i Sadık Aleyhisselam bu torpağı, bu bağı burada salıp ki birinci o hurmanın gelirinden Ehl-i Beyt'in yolunda onun demeli gelirinden Ehl-i Beyt'i tebliğat eylemek için paylaşsın. Bu birincisidir. İkincisi İmam-ı Cafer-i Sadık Aleyhisselam bu bağda demeli buradan Zedde İmam Hüseyin Aleyhisselam'ın ziyaretine gitmek için daima gidip Nehr-i Alkam'da neyini ermiş? Destemez olarmış. İmam-ı Cafer-i Sadık Aleyhisselam'ın dövrü 6 tane Bəni Abbasi halifesinin dövrüne tesadüf ediyor. Bu Bəni Abbasi halifeleri ki qadağa koymuştular ki Ehl-i Beyt'in tebliğatına, onun teşvikatına yani Şiali tebliğine imam buradan gidermiş daima Hüseyniye'de yani Nehr-i Alkam'da destemaz alarmış. Sebebi de buymuş ki özü bayaq dedim orada yani Ebelfez Aleyhisselam'ına Ali Ekber Aleyhisselam'ın kanının töküldüğünü cemaata çatdırmaq. Diline çatdıramırdı, yani tebliğat eləmirdi ki, burada bunlar Bəni Ümeyyə bu hadisəni törədi. Cəzsi Peyğəmbərin dinini bu cür təhkir eləyiblər, bu cür eləyiblər. O məcbur idi, buradan gedirdi, orada dəstəmaz alırdı və orada bəziləri deyirlər ki, İmam niye burada? Deyir, İmam bağın kurma ağaçlarını sulara bilirdi. Burada su tapamırdı, dəstəmaz alsın. Neyi? İmamın bir məqsədi var idi ki, orada dəstəmaz alanda, heç olmasa bir neçə nəfər şəxsi görürdü ki, bu niye dəstəmaz alır burada? Deyirdi ki, bu su müqəddəsdir, çünki mənim cəddlərimin qanı buradadır. Bu su müqəddəsdir, ona görə ki, mənim cəddlərimin, balalarının südünə bağlayıblar. Bilirsiniz, suyu Allah Tebareke Teala Hanım Fatıma Zehra sallallahu aleyhanın şabiline salıp suyu. Su yeryüzünde olan su Hanım Fatıma Zehra sallallahu aleyhanın şabil hakkıdır. Allah Tebareke Teala onu hediye ediyor. Bütün çayların hamısı yeryüzünde 2 çay var o xüsusən Hanım Fatıma Zehra sallallahu aleyha aittir. Bu bakımdan bu məqamlar Nehr-i Alkam'dan İmam Hüseyin Aleyhisselam'ın haramı arasında olan mesafede İmam-ı Cafer-i Sadık Aleyhisselam tebliğat aparır.
təbliğatı da hərəkətləri ilə eləyirdi, yəni dili ilə çatdıramır. Çünki qadağa qoymuşdular imama. Qadağa qoymuşdular ki, əgər İmam-ı Cəfəri Sadiq əleyhissalam bunları çatdırsa, deməli neyəcəklər, onu həm nəzarətdə saxlayırdılar, həm də öldürə bilərdilər. İmam-ı Cəfəri Sadiq əleyhissalam elə bir imamdır ki, 6000 tələbə yetişdirib, 6000 tələbə. 6000 tələbələrdən də biri əhl-i sünnət qardaşlarımızdır. Çox inandığı Abdülməlik deməli Malikidir. Çünki onun səbit tələbələrindən əhl-i sünnətdə olubdur. Şiəliyin kökü, şiəliyin təməli İmam-ı Cəfəri Sadiqdən qoyulub. Şimdi biz İmam-ı Cəfəri Sadiq əleyhissalamın adıyla Cəfəri məzhəbindəyik. Bu məzhəbdə Allah Teala bizləri sabit qədəm eləsin. Vaxtınız almıram, birazdan burada dolacaqdır. Nəfəs almaq mümkün olmayacaq burada. İçəridə 2 rəkət namaz, məqamı ziyarət eləyəndən sonra qılarsınız. Niyyət də budur olacaq ki, İmam-ı Cəfəri Sadiq əleyhissalam məqamı üçün bir də təkrar deyirəm. İmam-ı Cəfəri Sadiq əleyhissalam məqamı üçün 2 rəkət namaz qılıram qürbətən ilallah. Vaxtın darlığını nəzərə alaraq, insanların çoxluğunu nəzərə alaraq, ata, ana, baba, nənə kimi niyyət edirsə nələ, özün də daxil olmaq şərti ilə cəmləşdirin, bir daha qılın namazı. Oldu. Allah hamımızdan qəbul eləsin. Allah Teala bu məqamı cümlə arzusunda olanlara nəsib eləsin. Allah Teala bizim də bu gəlişimizi inşallah xeyrə mübəddəl eləyib, qiyamətdə bizlərin xeyr əməllərinə yazılanlardan qərar versin. Allah Teala övlad həsrətində olanlar, hacət olanlar, müşkül olanlar, kasıb olanlar, borçlu olanlar, niyyəti hidayət olunmaq istəyənlərin hamısının niyyətinə çatdırsın. Allah ardı verirəm İmam-ı Cəfəri Sadiq, İmam-ı Cəfəri Sadiq haqqına hörmətinə, dünya ahirət peşmançılığı Allah Teala bizlərə cümlə insə göstərməsin inşallah. Bu gəlişimizdə Allah Teala bizim əməlimizdə günahlarımızın üstündən zərrənin zərrəsini də kənar eləsə şükürlər olsun ilahinin böyüklüyünə. Allah Teala bizi dünyadan ahirete aparanda Əhl-i Beytin sevgisi, məhəbbəti ilə və Əhl-i Beytin nicat və şəfaati ilə aparsın inşallah. Peyğəmbər və Əhl-i Beyti paşruhuşan salavat-ı ihsan eləyər. Salavatuka aleyhim və əla abaihim fi hadihi ve fi kulli saat veliyan ve hafizan ve gaidan ve nasiran ve dalilan ve aynan hatta tufkinahu arzaka İnşallah İmam Hüseyin Aleyhisselam'ın Erbain ziyaretinde birbirlere baş sağlığı vermeye, bizlere bu işte öz nəzəri ediniz, İmam zəvvarlarının bir yerine nəzər edin inşallah. Ben bəyə məlumatında dedim, Ağa Sahibə Zaman Aleyhisselam'ın bu məqamının qurulması öz cəddiləri əmisi Əbəlhəz Aleyhisselam'ın öz deməli cəddinin balası Əli Ekber Aleyhisselam'ın nafaqdan tökülən qanının müqabilində 2 rəkət namaz qılmasıdır ki, Ağa Sahibə Zaman Aleyhisselam bu məqamda o qanların ehtiramına 2 rəkət namaz qılır. Qunutda da hər kəs namazda dursa, buranın xüsusi özünün namazı var. 2 rəkət Ağa Sahibə Zaman Aleyhisselam'ın namazı var. O biraz çox vaxt aparar deyə onu kullanmarız. Amma 2 rəkətin, yəni bu məqamın ehtiramı üçün 2 rəkət namaz lazım. Qunutda tərəf qılasın, yoxsa daha gözəl olar. Cəmlətən iltimat edenler, nəzərdə olanlar, valideyn, seyir rəhmlər, müsəlman qardaşlar, bütün hər kəsin
nəzərdə tutun. Dəmləşdirin 2 rəkat namaz qılın. Allah Teala ağa sahibə zaman əleyhissalamın zuhrun təcil eləsin inşallah. Allah Teala ağa sahibə zaman əleyhissalamı özü bizdən razı eləsin. Nəticənin ziyarətində, ərbəin ziyarətində ağa özü nəzər eləsin ki, sağ salamat bütün zəfarlarla niyyətə qüvvət olanlar biz də sağ salamat inşallah və tərəflə gələnlərdən. Əgər Bir şey kuvrin casar, koralamlar asar. Bir şey kuvrin casar. Oracı yanlar yine mahzun olur. Oracı yanlar yine mahzun olur. Alemin o dilleri mazlum olur. Zeynep'in Allah gami yahzun olur. Fatiman'ın havlu diker kut olur. Hey çağırır Tal Hüseyin, hey çağırır Tal Hüseyin. Labları aşkan Hüseyin, hey çağırır Tal Hüseyin. Labları aşkan Hüseyin. Düştü kenar dillere gam muhasir. Düştü kenar dillere gam muhasir. Alemi doldurdu Hüseyin vay sesi. Qara ələm dər həsər, bir şey kofri kəsər. Qara ələm dər həsər, bir şey kofri kəsər. Amin. Hanımlar biraz yaxına gəlin ki, eşidə biləsiniz. Mən Kərbəlada Əbəlfəz əleyhissalamın hərəminin qabağındayım. Qulaq asın xanımlar. Əbəlfəz əleyhissalam bu izə tut biraz. Bu heylət saxlasan şunu verirəm. Əbəlfəz əleyhissalam Fərəd çayından dünənki Məhrəl qamdan su götürəndən sonra hərəkət elədi xeymələrə doğru. Təqribən oradan xeymələrdə hərəkət elədi. Bu istiqamətdə, yəni xeymələrə doğru su atarsın. Bu yerə çatanda, bu yerdə xurmaların dalından bir nəfər şəxsi Əbəlfəz əleyhissalamın qılınc tutan sağ qolunu xurmanın dalından sıxaraq vurdu, kəsildi. Əbəlfəz əleyhissalamın sağ qolu burada düşdü. İndi inşallah sizinlə bir yerdə 2-3 bazar içində yer darız qaldı. Mən qabaqda keçəcəm, siz mənim arxamca. Əbəlfəz əleyhissalamın sağ qolunu ziyarət eləyəcək, çıxacaq. Sizin hamınız yəqin ki, Əbəlfəz əleyhissalamı ziyarət eləmişsiniz. Hə, eləmişik. Hamınız eləmişsiniz da, eləməyən yoxdur ki. Eləməyən var.